İmam Baqir Aleyhisselam buyurur, şirkdən tövbə edən heç vaxt şirk etməmiş kimidir. Gör ha. Yəni tövbə edərsə o şirk etməmiş kimidir. Səmimi tövbə, bir daha Allaha dönüş, qəlbi təmizlənmək, çoxlu istiğfar etmək, peşmançılığı etiraf etmək, Allah yanında özünü məzəmmət etmək, qapıya getmək və tövbə edib ondan bağışlamağı istəmək çıxış yoludur. İmam Səccad Aleyhisselam buyurur, İlahi, qəlbimi səndən başqasına bağlamaqdan məni qoru. Çox böyük bir duadır. Əzizlər, yekun belə ərz edim. Şirk ən böyük günahdır. Tövbəsiz olsa əbədi həlakdır. Ancaq tövbə ilə tam bağışlanma var. Tovhid xilasın açarıdır. Yəni bugün insan bu cür yanaşsa Allah onu bağışlayar. İndi bir mövzu siz əzizlərə ərz edeyim. İnşallah bununla yekunlaşdırım. Bildiyim çərçivədə ya Əli deyirik, ya Hüseyn deyirik, çağırırıq da. Ya Əbəlfazıl çağırırıq, əleyhissalamlar deyirik. Bunlar şirkdir ya yox. Qısa cavab budur. Əgər müstəqil güc niyyəti yoxdursa, şirk deyil. Müstəqil bayaq dedim, yəni ya Hüseyn bunu mənə ver, ya Əli bunu mənə ver. Biz səni bilirik. Səndə bu qüdrət güc var. Buyurur, müstəqil deyilsə şirk deyil. Yəni niyyətdə birbaşa müstəqillik yoxdursa, yəni şirk deyil. Yox, əgər Allahdan ayrı öz başına güc verilsə, şirkdir. Allahı orada deməsə, öz başına ona güc bilsə, bu şirkdir. Belə izah etmək olar. Quranın Maidə surəsi deyir, yaxınlaşma üçün sizə vəsilə qərar verdim, siz onu axtarın, yol tapın. Bu Allahın öz yaxınlaşma yoludur, vəsilə seçmək. Ancaq Nisa 64-də əgər onlar özlərinə zülm etdikdə sənə gəlsəydilər və Allahdan bağışlama istəsəydilər, bax görürsən bu da sübutdur, onlar zülm etdikdə özünə, sənə tərəf ya Peyğəmbər gəlsə, Allahdan bağışlanma istəsəydilər, deməli, günahdan sonra Peyğəmbərə gəlmək əmr olunur ki, get onun yanına, o vasitəçilik eləsin sənə. Deməli, bu Qurana zidd deyil. Həm Maidə 35 Allaha yaxınlaşma üçün yol axtarın, vəsilə seçin və həm də təkrar edirəm, Nisa 64-də ey Peyğəmbər, onlar özünə zülm etdikdə sənə gəlsəydilər sən tərəfə, bağışlama istəsəydilər, biz onu bağışlayardıq. Burada da Peyğəmbərə tərəf gəlmək Allah əmr edir. Bu vasitəçilik Qurana zidd deyil. Peyğəmbər əleyhissalam məsələn döyüşlərdə olanda, sahabalar döyüşlərdə deyərlər məsələn, ya Məhəmməd sallallahu aleyhi və səlam. Peyğəmbər bu sözü qadağan etmədi. Çünki onu ilah bilmirdilər. Kömək Allahın izni ilə idi. İmam Cəfər Sadiq əleyhissalam buyurur, biz Allahdan ayrı çağırılmırıq. Biz Allahın izni ilə çağırılırıq. İmam Rıza əleyhissalam buyurur, kim desə ki, biz özümüz bir şey edirik, kafirdir. Kim desə ki, Allahın izni ilə edirik, mömindir. Bu hədis bu məsələlərin həll edir. Bu mübahisələri, yəni bu təvəssül, şirk məsələlərini həll edir. Niyyət əsas məsələdir. Əli əleyhissalam
buyurur ki, Allahsız məni xilas edər. Hüseyn öz başına dərdimə çarədir. Məsələn, bir nəfər deyir, Əli Allahsız məni xilas edər. Bu şirkdir. Əli əleyhissalam Allahsız məni hər kömək edib xilas edər. Və yaxud Hüseyn əleyhissalam öz başına dərdimə çarədir. Bu şirkdir. Şirkin olmadığı hal isə, ya Əli, Allahın izindən kömək ol mənə. Ya Hüseyn əleyhissalam, Allah qatında məni yada sal. Allahdan mən üçün bu hacəti istə. Deməli, bu təvəssüldür və bunun heç bir qadağası yoxdur. Bir misal çəkək. Deyir, bir nəfər deyir, doktor, məni xilas et. Hamı bilir, şəfa Allahdandır. Doktor vasitədir. Heç onu şirk sayanda yoxdur. Halbuki deyir, doktor, sən məni xilas elə. Əslində, şəfa Allahdandır. Doktor müalicə edir, o sağalır. Heç ona şirk deyən də yoxdur. Bütün o həkimlər də Allahın izni ilə şəfa vermək qüdrətinə malikdirlər. İmam Səccad əleyhissalam buyurur, ilahi, sənə yaxınlaşmaq üçün Məhəmməd və Ali Muhammədi vəsilə etdin. İmam buyurur, yenə Səhifə-i Səccadə kitabda. Nə zaman təhlükə var? Cahillik, şişirtmə, Əhl-i Beyti ilahiləşdirmək. Əhl-i Beytə bunun ən çox qadağan edirdi. Cahillik eləməyin, şişirtmə eləməyin. Biz Əhl-i Beyti ilahiləşdirməyin. Bax, Əhl-i Beyt əleyhissalamlar bunları qadağa edirdi. Ya Əli, ya Hüseyn, ya Əbul-Fəz əleyhissalam təvəssül niyyəti ilə çox gözəldir, şirk deyil, müstəqil ilahilik niyyəti ilə şirkdir. Demək, gedirik Mir Möhsün ağa əleyhissalamın rəhmətullahi aleyhin ziyarətinə. Orada da biz vasitəçi onu qərar veririk. Bu şirk deyil. Ondan birbaşa istəmək, müstəqil, səndə var bu qüdrət, mənə ver. Bax, bu niyyət belə şəkildə şirkdir. Allah Quranda yol qoydu, vəsilərlə mənə yaxınlaşın. Biz də Allah Taala'nın buyurduğu vəsilərindən, yəni əziz Peyğəmbərimiz, onun Əhl-i Beyt əleyhissalamları bizə vəsilədirlər. Allah onların xətrinə hacətlərimizi bərabərdə bir xeyr eləsin. Bizi öz dinində inşallah sabit qədəm eləsin. Amin ya Rab.